Səs insanın daxili aləmindən xəbər verən, iç dünyasını açan ən başlıca amildir. Elə səs var ki, ahəngi ilə adamı özünə çəkir, eşitdikcə doymursan, onun sehrinə düşürsən. Bu səsin təsiri ilə deyilən sözün mənasını, ritmini, harmoniyasını, rəngini belə duyursan. Bu səs səni sehirləyib, üfüqləri görünməyən tükənməz fikir dünyasına aparır. Onun da səsi belə səslərdən idi. Tanrının ona bəxş etdiyi bu səslə o Azərbaycanın səsini dünyaya çatdırırdı. O vətənin oğlu idi və 30 il müddətində hər gün mikrofon qarşısında danışır Bakı deməkdən qürur hissi duyurdu. Əvvəllər biz onun səsini canlı eşidirdik. Onunla birlikdə sevinir, birlikdə kədərlənirdik. İndi bu səs yalnız lent yazılarında qalıb. Bu balaca səslər qutusunda onun 68 illik ömrünün cavanlığı yaşayır. Diqqət, danışır Bakı. O, Azərbaycan radio məkanında qeyri-adi səsi, heç kəsə bənzəməyən zövqü, yüksək mədəniyyəti, alicənablığı, diktor peşəkarlığı ilə tanınan, radioya yeni səs, isti nəfəs gətirən bir şəxsiyyət idi. Onun səsi ilə lentə alınan yüzlərlə veriliş fonotekamızın fondunda saxlanılır. Neçə-neçə xarici film Azərbaycan dilində səsləndirilib. UNESCO-nun 2 qızıl diskində onun qeyri-adi səsi yazılıb qorunur. Bu dünyada heç nə itmir, heç kim unudulmur. Əgər vətən evladı onun yolunda, quraqlıqda yağışa, dumanda günəşə, tufanlarda çəpərə, şaxtalarda oda, alova, yağı düşmən qabağında müxənnət ürəyinə sancılan gülləyə dönməyi bacarırsa, Yusif Muxtarovun səsindəki zəngin çalarlar, rəngarənglik, harmoniya imkan verirdi ki, o yazılan sözlərə, cümlələrə yeni nəfəs versin. Ən son xəbərləri dinləyicilərə çatdıranda Yusif Muxtarovun səsində təmkinlik, lazım gələndə bir metal soyuqluğu var idisə, vətən haqqında şeir söyləyəndə bu səsdə artıq bir çağırış duyulurdu. Yusif Muxtarov təmiz tələffüzü, qüsursuz diksiyası ilə dilimizin keşini çəkən yenilməz əskərə bənzəyirdi. O, Azərbaycan dilinə xidmət göstərən əvəzsiz insanlardan biri idi. Yusif Muxtarovun səsi Allah vergisi idi. Amma bu səsi daha da təsirləndirən bir sir var ki, o da məhəbbət idi. Bu o məhəbbətdir ki, Yusif Muxtarov ömrünün sonuna dək ona sadiq qaldı. Xalqımızın sevimli aktrisası Amalia xanım Pənahova ilə Yusif Muxtarovun məhəbbətinə şəhadət verən övladları da ölkəmizin layiqli vətəndaşlarıdır. Yusif Muxtarov böyük istedad sahibi olduğu kimi həm də gözəl ata idi. Məhəbbət, atalıq hissi, yaradıcılıq. O, böyük məharət və ehtiramla bütün ömrü boyu qismətinə düşmüş bu 3 xoşbəxtlik arasında ahəng yaratmağa nail olmuşdu. Təbiətin ən gözəl çağı aprelin payına düşür. Yusif Muxtarov belə bir vaxtda ömrünün 69-cu baharına lap az qalmış hamımıza əlvida dedi. Bununla da onu sevənlərin baharını qışa çevirdi. Deyirlər ki, istedadın gözəl keyfiyyətlərindən biri onun böyük və faydalı işə xidmət etməsi, başqaları üçün örnək ola bilməsidir. Diktor Yusif Muxtarov belə istedadlardan idi.